Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. News TV efirində Nəbzi izləyirsiniz. Bugün də çox aktual bir məsələyə toxunacağıq. Psixoloqa getmək lazımdırmı? Ümumiyyətlə, psixoloqların sayı artdıqca cəmiyyətdə boşanmaların, qətl hadisələrin sayı artıb kimi fikirlər yəqin ki, sizə də tanışdır. Biz də bu mövzu ətrafında müzakirə edəcəyik. Mənim bugünkü verilişimizin qonağı psixoloq Fərqanə Mehman qızıdır. Xoş gəlmisiniz Fərqanə xanım verilişimizə. Təşəkkür edirəm. Əvvəlki illərlə müqayisədə son vaxtlar ümumiyyətlə həddən artıq şiddət doğuran hadisələrin sayı demək olar ki, artıb. Yəni bu belə müşahidə olunur insanların düşüncəsinə görə deyək. Məsələn, məktəbdə şagirdin şagirdi qətlə yetirməsi kimi hallar demək olar ki, çoxalıb. Ümumiyyətlə bunun səbəbi nədir sizcə? Nə ilə əlaqəlidir? Nədən irəli gəlir bu? Bunun çox şaxəlidir səbəbləri. Bunu ən başlıca məsəl üçün pandemiya nəzərə alsa, pandemiyadan əvvəlki dövr, elə bil ki, dövrümüz pandemiyadan əvvəlki dövrə, bir də pandemiyadan sonraki dövrə elə bil ki, bölünür. Pandemiyada bu qapanmalar insanların psixoloji doğrudan da ruh halına çox pis təsir elədi. Hələ psixohəssas insanlar, hələ hansısa psixoloji problemindən əziyyət çəkən insanlara daha artıq təsir elədi. İnsanlar sanki etmədiyi bir işə görə, etmədiyi bir günaha, bir səbəbə görə cəzalandılar və evə qapanıldı. Dünya yaranandan nədir? Dünya yaranandan insanın cəzası, insanlığın ən böyük cəzası qapanmaqdır. Cəmiyyətdən təcrid olunmaqdır. Və bu nə oldu? Pandemiya hər kəsi təcrid elədi və etmədiyi bir günaha görə hər kəs cəzalandırıldı. Və daxilən belə bir sual yarandı. Mən nə etdim ki, cəzalandırıldı? İnsan bilir ki, ən böyük cəza cəmiyyətdən təcrid olunmaqdır. Və ona görə də bugün bütün dünyada dünya yaranandan və bu günə qədər ən böyük cəza düşünülmüş bir haldır yəqin. Bilirsiniz, bu artıq siyasi məsələdir. Mənə onun psixoloji təsir etməyə maraqlıdır. Psixoloji hansı məqamlar yaradır insan psixologiyasında, cəmiyyətdə ajitajını necə yaradır və cəmiyyət necə susdurulur. Mənə bu maraqlıdır və buradan mən çıxış edib deyirəm ki, insanlarda psixoloji bir travma yarandı və hansı insanların ki, qorxuları var, fobiyaları var, xəstəliklərə qarşı, hansı insanların ki, panikası var, təşviş pozuntusu var, indi buna panik atak deyirik diaqnozda, o insanlarda daha da artdı, xəstəliklər, ölüm adiləşdi sanki. Ölüm adiləşdikcə psixohəssas insanlar da həssaslıq adiləşdi. Fikir verirsiniz, artıq biri bir yeri ağrıyanda, birinin təşviş pozuntusu olanda heç həkimə getməmiş insanlar bir-birinə artıq tez bir diaqnoz, səndə panik atakdır, narahat olma keçəcək. Artıq o qədər xəstəlik, o qədər ölüm adiləşdi ki, hətta məsəl üçün pandemiya dövründə ölümdən qorxu, ölümdən yox, ölünün bastırılmasından qorxu idi. Paketləyəcəkdilər, deyirlər, öldürək, aparıb bastıracaqlar. O qədər, hətta meyidi belə yaxın durmağa qorxmadı. O qədər insanların gözündə bu xəstəliyi və xəstəlikdən ölümə, hətta ölümdən sonra da belə qəribə bir cəza aldılar. Yəni bu hamısı bəli, psixoloji bir travma yaratdı, psixoloji bir gərginlik yaratdı və zamanla üzə çıxır. Zamanla üzə çıxır. İnsanlar özlərini və ətrafındakıları başladılar qınamağa və aqressiya yarandı. Bu gün ailə daxili aqressiya, ailə daxili şiddət, ailə daxili cinayətlər və eləcə uşaq nə deyirlər evin güzgüsüdür. Əgər ailədə aqressiya varsa, əgər ailədə şiddət varsa, istər bu psixoloji olsun, istər fiziki, bunun heç bir fərqi yoxdur. Harada yansıyır? Bağçada, məktəbdə, ictimai yerdə. Və uşaq məktəbdə təbii ki, onu gətirir cəmiyyətə. Və bir məsələyə qeyd edəcəm, bu mənim çox yaralı yerimdir. Bugün müəllimi elə gözdən salıblar ki, bunun üçün bütün qurumlar səy göstərir ki, müəllim gözdən düşsün. Çünki bir dövlətin, bir cəmiyyətin təməli onun təhsilidir. Və bugün müəllimi gözdən elə salıblar ki, artıq müəllim uşaqda avtoritetliyi yarada bilmir. Halbuki o uşaq ki, evdə, məsəl üçün, bundan əvvəl evdə uşaq avtoritet görməyəndə gəlib müəllimi avtoritet görürdü. Biz müəllimdən daha çox qorxurduq ki, evdə valideynlə nəsə edəndə deyirlər, müəllimə deyəcəm, qorxurduq. Müəllimdən məktəbdə də evə deyər deyə qorxurduq.
Yəni çox maraqlı bir psixoloji alyans yaranırdı və bu qorxu əslində deyildiyi kimi ay uşaq sərbəstliyi, ay uşaqlar qorxu ilə böyüdülməli deyil. Bu avtoritetdən cəzalanmaq qorxusu idi. Və cəzanı alanda da ictimaiyyətdə sinifin qabağında qalxızıb söz eşitmək qorxusundan yaranan bu gün təhsil var idi. Bu gün təhsili, iki təhsili, Sovet dövrünün təhsili ilə müasir dövrün təhsili müəllimlərini, halbuki o dövrün təhsili müəllimləri də var, bu gün dövrünün qarşı durma yaradıblar, qarşı-qarşıya edirlər. Bundan da cəmiyyət və uşaqlar əziyyət çəkir. Halbuki iki dövrün təhsilini müsbətdən birləşdirib ümumi bir təhsil edə bilərlər. Müəllimləri niyə bir-birinə salırlar düşmən? Yəni bu məsələ çox uşaqların da yetişməsində çox mənfi təsir edir. Əhali arasında belə bir fikir də formalaşıb ki, psixoloqa müraciət etmək ayıbdır və yaxud belə bir düşüncə var ki, ümumiyyətlə psixoloqların sayı artdıqca bayaq qeyd etdiyim kimi qətl hadisələrinin, boşanmaların sayı artıb. Bu fikrə münasibətiniz necədir? Azərbaycanda psixoloqlara getmək indi ayıb salır, mən deməzdim. Bir dönəm var idi təzə. Ümumiyyətlə cəmiyyət, yeni bir ideyaya, yeni bir fikrə, yeni bir yanı açıq olmur. Həmişə ittihamlar olur. O ki qaldı psixologiyanın Azərbaycanda yenilənməsinə vaxta qədər 30 ildir də Azərbaycanda psixologiya kafedrası var. Yəni bu vaxta qədər yox idi. Postsovet ölkələrindən bir dənə Ukraynada, bir də Tbilisidə var. Yəni bunlar hamısı yığışdırılmışdı və bu müasir bir kafedra deyim, müəssisə bir peşə deyim. Təbii ki, mən özüm psixoloq olanda mənə ailəm belə qarşı idi ki, gedib dəli həkim olasan. Əgər mənim ailəm belə onu mənə anlamırdılarsa, mən cəmiyyətdən nə olum? Və biz mənim yaşıdlarım o yenilərdən idi. Və nə oldu? Artıq müasirləşdi və oliqarx bir üstünlük bir peşə sayılır. Çünki hər yerdə var. Getdikcə zamanla o hər yerdə olacaq. Çünki hər bir peşənin, bu gün taksi şoferlərinin sertifikat almasına görə psixoloq sertifikatı lazımdır. Müəllimlərin aqressiya qarşı davamlılığını, empati qurmaq davamlılığına qarşı, yəni empati qurmaq qabiliyyətinin yoxlanılması, ümumiyyətlə ictimaiyyətlə işləyən, cəmiyyətlə işləyən, fərd və vətəndaşla işləyən hər şəxsin ildə bir dəfə və yaxud da ki 6 aydan bir psixoloji durumu yoxlanılır. Necə ki hərbiçilərin yoxlanılır, necə ki polislərin yoxlanılır, elə də hər bir vətəndaşla, cəmiyyətlə, ictimai yerdə işləyənlərin yoxlanılacaq. Vaxt gələcək ona gedəcək. Amma belə bir nüans da var ki, bəzən psixoloqlar var ki, özlərinə psixoloq lazımdır, yəni. Bax bu nüansa gətirib çıxardım. Əvvəl bu sözə gətirib çıxır, o çıxardır həmin nəticələrə. Bu sözə gəlin. Bu sözü cəmiyyətdə mən sosial şəbəkədə görürəm, təhqir kimi istəyirlər psixoloqu təhqir etmək ki, psixoloqun özünə psixoloq. Yox, eləyirlər, istifadə eləyirlər bu sözdən. İstifadə edirlər, amma elə psixoloqlar da var ki, danışanda görürsən ki, bunun özünə psixoloq lazımdır. Bu hansı ailəyə məsləhət görə bilər? Öz şəxsi həyatından nümunələr götürüb başqasının həyatına müdaxilə etmək nə deməkdir? Bax onlar orada o qədər haqlısın. Yəni söhbət ondan gedir. Cəmiyyət onun nəzərə alaraq ona istinadən deyirlər ki, ailələr dağılır. Hər bir şəxsə psixoloq lazımdır. Niyə? Hər bir şəxsin daxilində ruh var. Psixologiya nədir? Ruhun həkimi. Psixoloqun özünə də bəzən yox. Niyə bizdə insanlıqda? Niyə supervizor deyir biz ona? Bizə də o rus dilində izlik duşu, ruhumuzun müalicəyə ehtiyacı var. Bizə daha çox var. Siz əgər cəmiyyətə hər hansı bir xəbəri verirsinizsə, biz o xəbəri yaşayan insanla empati qururuq və o xəbəri yaşayan insanla eyni anda yaşayırıq. Yəni o hadisəni yaşayan insanla yaşayırıq. Empati bacarığımız həssas olmasa. Perezagruzka deyirlər rus dilində, siz olmalısınız. Bəli, oluruq. İnanın oluruq. Və empati, hər bir psixoloqun empati bacarığı ilə işləyir. Empati bacarığı olmayan peşəkar sayılmır. Psixoloq niyə getdikcə peşəkarlaşır? Getdikcə, işlədikcə pasiyentdən artıq empati bacarığı inkişaf edir və özünü onun yerinə qoyur, güzgü effekti yaranır. Yəni bu olmasa zaten işləyə bilməzsən. Və siz təsəvvür edin, əlbəttə bizim də supervizor ehtiyacımız var. Amma o siz dediyiniz buradan yuxarı psixoloqlar, hər bir peşənin mənfisi də var, müsbəti də var. Bu gün mən deyirəm, mənim polisim məni qoruyur. Mən doğrudandır, mən elə düşünürəm. Amma bu gün polisdən şikayət edənlər və polis adını batıranlar var. Jurnalistlər içində jurnalistlərin adını batıranlar var, amma onu ucaldanlar da var. Həkimlərin içində. Yəni buna qeyri-adi baxmaq lazım deyil. Sadəcə biraz informasiya indi boldur. İnformasiya çoxluğu içində. Biraz baxmaq lazımdır. Bu nə danışır? Bu düz danışır, bu səhv danışır. Həkimə gedirsiniz,
60-70 manat verirsiniz, girirsiniz, yazır sizə resipt, düzdürmü? Sonra deyirsiniz ki, həkim savadsız danışdı. O sizə savadsız həkim. Gedirsiniz o birisinin yanına, deyirsiniz, məni bir sakitləşdirdi bu həkim. Reseptləri də düzgün. Əslində hər bir sahədə var. Sadəcə bu sahə təzədir, yəni biz səhvləri və düzləri axtarırıq və oradan ümumi nəticə görürük. Bayaqki mövzuya qayıtmaq istərdim. Ümumiyyətlə, sosial şəbəkələrin inkişafı əslində bir tərəfdən də çox müsbət təsir bağışladığı kimi mənfi tərəfləri də var. Burada indi o psixoloji məqamlara toxunmayacağam. İnsanlarda, bayaq dediyim kimi, o aqressiya sanki artıb, sanki daha da şiddətlənir. Məsələn, kimsə kiminləsə mübahisə edir, həmən çəkir, onu qoyur sosial şəbəkələrə. Canlı açırlar. Canlı açırlar. Yəni, insanlarda sanki bir soyuqluq, bir belə hissiyatsızlıq yaranıb. Bunun səbəbi nədir? Yəni kömək etməkdənsə, bir yardım çağırmaqdansa, dəstək olmaqdansa soyuqqanlı bir şəkildə xoş bir deyil axı, o rahat deyil. Soyuqqanlı bir şəkildə onu paylaşır sosial şəbəkələr. İndi sizi bir şey və getdikcə bu daha da artır. Tələb var ki, belə bir şey var biznesdə. Tələb var ki, təklif də var. Düzdürmü? Cəmiyyət, kütlə nəyə tələbi varsa, təklif edəndə onu təklif edir. Adi bir şey deyəcəm. Ümumiyyətlə sosial şəbəkədən mənfi və müsbət Yəni qətl hadisəsini çəkib onu sakit necə izləmək olar? Və necə paylaşmaq olar? Amma izləyənlər var. Paylaşdıqca da təbliğat gedir. Reklam antireklamdır deyirlər. O da bizim kimi, məsələn, peşəkar psixoloqların yaralı yeridir. Baxın, bu gün intihar mövzusunda qəti paylaşmaq ümumiyyətlə olmaz. Yəni zəng eləyirlər ki, intihar deyirəm, yox. Əlbəttə, mən də istəyərəm ki, ən yaxşı saytlarda müsahibələrim gedir. Yəni, təkrar geçsin, ən belə unikal mövzulardır. Amma yox, dəyməz. Çünki mənim vicdanım var. İntihardır, sonra yeniyetmələrin evdən qaçmasıdır. Bunlar bilirsiniz necədir? O qədər bunu adam özü istəyir evdən qaçsın, valideyni cəzalandırmaq üçün. Yəni, intihar bir ara yadınızdadırsa, Facebookda, onda hələ Instagram, TikTok o qədər aktiv deyil. Facebookda açırdılar, mən gedirəm, özümü öldürəm, qapını bağlayırdılar, damarlarımı kəsirəm, nə bilim, nə inirəm. Hamı da yığışırdı altına, hamı bir-birini paylaşdı, falan kəsə gedin, kömək eləyin, gedin evinə baxın, axırda çıxırdı oradan-buradan onun evindən. Yəni, o qədər primitivləşdiriblər ki, o qədər adiləşdiriblər ki, artıq insanlar bundan Bu da əslində təbliğatın bir növüdür. Bəli, təbliğatdır, artıq çıxışı. Zaten bizim cəmiyyətdə, biz belə öyrənmişik də, uşağı tərbiyə eləyəndə, məsələn, anadır da, belə deyil, məsələn, mənim anamdır. Məsələn, ölsəydim canımı qutarardı, uşaqlıqdan gözümü açıb nə eşitmişəm, ölsəydim canımı, filan kəs öldü canı qutardı. Bu artıq bizim şuuraltımızda bir koddur. Ölüm can qurtarandır, bütün problemlərin can qurtarandır. Bu kod qalır. Sabah bir problem olur. Məsələn, deyirik ki, ölsəydim canımı qutarardı. O kod orada işıq yandı, elə bir avariyində işıq yanır. Deyir ki, ölsəydim canımı qutarardı. Və gəlib bu təbliğat, mənim yadıma salır, deməli, öldü, canı qutardı. Sonra da bir kommentariyalar var, rəylər var ki, ölən günahkar deyil, onun ətrafı günahkardır. Bilirsiniz, burada haqlı-haqsız önəmli deyil. Sən mənə hansı təbliğatı verirsən? Deməli, mən ata-anamı və yaxud da həyat yoldaşımı cəzalandırmaq üçün özümü öldürəcəm. Artıq o qaldı, biabır olur. Bilirsiniz, nə qədər isterik nevrozdan əziyyət çəkən qadınlar var ki, əllərini elə şantaj eləyir, özümü öldürəcəm deyə. Yəni, saysız hesabsızdır. Təşəkkür edirəm Fərqana xanım, verilişimizə gəldiyiniz üçün. Dəyərli izləyicilər, sizinlə də sağollaşıram. Hatta ki, Nəbzi izləyirdiniz. Növbəti verilişimizdə görüşmək ümidi ilə salamat qalın.